Təzə adətləmişəm, saçımı yuyuram, öz-özünə quruyur, fenləmirəm. Fenləyəndə daha, belə deyim də sizə, fenləyəndə daha tez yağlanır, nəinki fenləməyəndə. Qaldı ki, Ayda xanım, sizin bu sözünüzə ki, boş-boşuna çərənləyir, qazanır. Mən boş-boşuna çərənləmirəm. Məsələn, sizə kiçik bir dənə lifehack verim. Çığırtmanı əgər pişirə bilmirsinizsə, mən sizə deyə bilərəm necə pişirmək lazımdır. Yəni, yeni bir üsul deyə bilərəm. Tavaya qətini yiyyorsunuz, qoyursunuz tavaya. 2 dənə, 3 dənə iri soğan doğrayırsınız, tökürsünüz üstünə. Yağ da tökürsünüz, duz da səpirsiniz üstünə. Qoyursunuz öz xoşunda bişməyə. Və ona nə tomat vurursunuz, nə yumurta vurursunuz. Belə çox ləzzətli olur. Mən bunu yeni kəşf eləmişəm. Bu gün.